Telefonun ekranına bildirim gəldi ki, bu nömrə WhatsApp yönəldilib başqa bir nömrəyə. WhatsApp-ım oğurlanıb bir dəfə. Tək WhatsApp 65, bir sosial media hesabı 50, telefondakı bütün hesab və yazışmaların ələ keçirilməsi isə 150 manatdır. Səhv eşitmirsiniz. Son vaxtlar sosial şəbəkələrdə bu cür təhlükəli elanlar yayılıb. Özünü kiber təhlükəsizliyi üzrə mütəxəssis kimi təqdim edən şəxslər pul müqabilində istənilən WhatsApp hesabını ələ keçirə biləcəklərini iddia edirlər. Başqasının özərinə girməyə heç mənim də haqqım yoxdur. Nəinki mənim, heç kəsin haqqı yoxdur. Sizcə təkcə telefon nömrəsi ilə WhatsApp ələ keçirilə bilər? Alarəm. Başıma gəlib bir dəfə. Telefonun ekranına bildirim gəldi ki, bu nömrə WhatsApp yönəldilib başqa bir nömrəyə. Necə bərpa elədiniz? WhatsApp sildim. WhatsApp-ım oğurlanıb bir dəfə. Bərpa edə bildiniz? Yox, eləyə bilmədim. Bundan əvvəl sizə hansı SMS gəlmişdi? Zəng gəlirdi, SMS gəlirdi. Yox, WhatsApp yox, başqa sosial şəbəkələr olub. WhatsApp hesabını sındırdığını iddia edən şəxslərdən biri ilə əlaqə saxladıq. Müştəri kimi yazaraq bir nəfərin hesabına daxil olmaq istədiyimizi bildirdik. Şəxs iddia edir ki, bunu etmək üçün təkcə telefon nömrəsi kifayətdir. Qiymət isə 65 manatdır. Bir saata hazır olur proqram. Hazırlayıb yönləndirikcə proqramı yüklürsüz telefonunuza. Xeyr, heç bir halda heç bir məlumat olmur. Bəs WhatsApp hesabının ələ keçirilməsi nə dərəcədə realdır? Mütəxəssislər bildirirlər ki, WhatsApp hesablarının ələ keçirilməsi yalnız bir halda mümkündür. İstifadəçilərə təhlükəsizlik elementi olaraq iki faktorlu, iki mərhələli doğrulama təqdim olunur. Amma buna baxmayaraq heç də hər kəs iki mərhələli doğrulama funksionallığını aktiv etmir. Əgər sadə qeydiyyat variantı üzərində biz dayansaq, hansı ki, yəni OTP kod vasitəsilə həyata keçirilir, o zaman kənardan bu kod əldə olunarsa, dələduzlar həmin WhatsApp hesabının digər onlara məxsus mobil cihazlarda təkrar qeydiyyatını həyata keçirə bilərlər və WhatsApp hesabı beləliklə kənar şəxslərin əlinə düşə bilər. Bunlar fırıldaqçılardır. Casus proqramları vasitəsilə oradakı yazışmalar, məzmun oxuna bilər. Amma burada əsas şərt odur ki, həmin o casus proqramı hədəf seçilmiş şəxsin, qurban seçilmiş şəxsin mobil telefonuna yazılmalıdır. İnternet segmentlərində ödəniş qarşılığında ayrı-ayrı vətəndaşlara məxsus telefonun parametrlərinə, xüsusilə sosial şəbəkə hesablarına daxil olaraq onları izləmək kimi saxta xidmətlər təqdim edən səhifələr və paylaşımlar mövcuddur. Tərəfimizdən belə səhifələri idarə edən şəxslərin müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi diqqət mərkəzindədir. Təhlükələrdən qorunmaq üçün vətəndaşlara internet resurslarından istifadə edərkən diqqətli olmağı, yalnız rəsmi mağazalardan tətbiqləri yükləməyi və mobil cihazın parametrlərində naməlum mənbələrdən quraşdırmalara icazələri qeyri-aktiv etməyi tövsiyə edirik. Qeyd etmək lazımdır ki, başqasının hesabına daxil olmaq cinayət sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində bu hallar şəxsi toxunulmazlıq hüququ kimi təsbit edilir və qeyd edilir ki, şəxsin razılığı olmadan kimsənin onun şəxsi həyatı haqqında məlumatların toplanmasına, saxlanmasına, istifadəsinə və yaxud da yayılmasına yol verilmir. Bu kimi səhifələrlə əlaqəyə girərək qarşı tərəfi izlətdirən şəxslərin özləri də cinayətin sifarişçisi kimi məsuliyyətə cəlb ediləcəklər. Onu da xatırladaq ki, naməlum nömrələrdən göndərilən linklərə daxil olmaq təhlükəlidir.